Bu tip xəbərləri qaçırmamaq üçün kanala abunə olub videonu bəyənməyi unutmayın. Sabaha olan hava proqnozu ilə bağlı son məlumatlar açıqlanıb və görünür ki, ölkə üzrə hava şəraitində maraqlı dəyişikliklər müşahidə olunacaq. Sinoptiklərin verdiyi məlumata görə gün ərzində bəzi bölgələrdə günəşli hava üstünlük təşkil edəcək, bəzi ərazilərdə isə buludluluq və qısa müddətli yağış ehtimalı hiss olunacaq. Xüsusilə səhər saatlarında havanın nisbətən sakit və mülayim keçəcəyi gözlənilir. Gün irəlilədikcə isə bəzi rayonlarda küləyin güclənməsi ehtimalı var. Paytaxt və ətraf ərazilərdə səhər saatlarında açıq hava müşahidə olunacaq. Günəş şüaları şəhər üzərində xoş və rahat atmosfer yaradacaq. Lakin günorta saatlarına yaxın bəzi ərazilərdə buludluluğun artacağı ehtimal edilir. Axşam saatlarında isə havanın yenidən sakitləşəcəyi və temperaturun bir qədər aşağı düşəcəyi bildirilir. Küçəyə çıxacaq vətəndaşlara səhər və axşam saatlarında daha uyğun geyim seçmək tövsiyə olunur. Abşeron yarımadasında gün ərzində dəyişkən hava şəraiti hiss ediləcək. Bəzi anlarda günəşli hava üstünlük təşkil etsə də zaman-zaman buludların artması müşahidə edilə bilər. Dəniz sahilinə yaxın ərazilərdə küləyin təsiri daha çox hiss olunacaq. Buna görə də açıq havada uzun müddət qalacaq şəxslərin ehtiyatlı davranması tövsiyə edilir. Bölgələrdə isə hava şəraiti bir qədər fərqli olacaq. Dağlıq və dahatəyə rayonlarda səhər saatlarında sərin hava hiss ediləcək. Gün orta saatlarına doğru bəzi ərazilərdə yağış ehtimalı yarana bilər. Xüsusilə yüksək dağlıq ərazilərdə yaşayan vətəndaşların hava dəyişikliklərinə diqqətli olması tövsiyə olunur. Çünki dağlıq zonalarda hava şəraiti qısa müddət ərzində dəyişə bilər. Aran rayonlarında isə gün ərzində əsasən mülayim və isti hava üstünlük təşkil edəcək. Günəşli hava kənd təsərrüfatı ilə məşğul olan insanlar üçün əlverişli şərait yaradacaq. Fermerlər və əkin sahələrində çalışan şəxslər üçün sabahki hava şəraiti ümumilikdə münasib hesab olunur. Lakin bəzi bölgələrdə küləyin arabir güclənməsi ehtimalı olduğundan ehtiyat tədbirlərinin görülməsi vacib sayılır. Şimal bölgəsində səhər saatlarında buludlu hava müşahidə edilə bilər. Gün ərzində isə havanın dəyişkən keçəcəyi gözlənilir. Bəzi ərazilərdə qısa müddətli yağış ehtimalı var. Axşam saatlarında isə havanın daha sakit və sərin olacağı bildirilir. Meşəlik və dağlıq ərazilərə üz tutacaq şəxslərin isti geyim götürməsi tövsiyə edilir. Cənub bölgəsində rütubətli hava üstünlük təşkil edə bilər. Gün ərzində hava əsasən sakit keçsə də bəzi anlarda buludluluğun artacağı ehtimal olunur. Dənizə yaxın ərazilərdə küləyin təsiri hiss ediləcək. Hava şəraitinin ümumilikdə sabit keçəcəyi gözlənilib və ciddi dəyişiklik proqnozlaşdırılıb. Qərb rayonlarında isə günəşli və nisbətən isti hava müşahidə olunacaq. Səhər saatlarında sərinlik hiss olunsa da gün orta saatlarında temperatur yüksələcək. Gün ərzində açıq havada istirahət etmək üçün əlverişli şərait yaranacaq. Lakin axşam saatlarına doğru bəzi ərazilərdə hava dəyişkən ola bilər. Sinoptiklər vətəndaşlara hava dəyişikliklərini nəzərə almağı və xüsusilə səfərə çıxacaq şəxslərin əvvəlcədən hazırlıqlı olmasını tövsiyə edir. Həmçinin uzun müddət açıq havada qalacaq şəxslərin günəşdən qorunması və kifayət qədər su qəbul etməsi vacib hesab olunur. Mütəxəssislərin sözlərinə görə yaz fəslinin son günlərinə yaxınlaşdıqca hava şəraitində tez-tez dəyişikliklər müşahidə olunur. Buna görə də bəzi bölgələrdə günəşli hava qısa müddətdə buludlu və küləkli hava ilə əvəz oluna bilər. Bu dəyişikliklər xüsusilə həssas insanlarda halsızlıq və yorğunluq hissi yarada bilər. Sabaha olan ümumi hava proqnozuna əsasən ölkə üzrə ciddi təhlükəli hava hadisəsi gözlənilmir. Hava şəraitinin əsasən sabit keçəcəyi, yalnız bəzi bölgələrdə qısa müddətli dəyişikliklərin müşahidə olunacağı bildirilir. Buna görə də vətəndaşlar gündəlik planlarını rahat şəkildə davam etdirə bilərlər. Ən son məlumatlara görə gün ərzində havanın ümumi mənzərəsi yaz fəslinə uyğun olaraq dəyişkən və mülayim xarakter daşıyacaq. Günəşli anlarla yanaşı bəzi bölgələrdə buludlu hava və zəif yağış ehtimalı da hiss olunacaq. Buna baxmayaraq ümumilikdə sabah üçün əlverişli və rahat hava şəraiti proqnozlaşdırılır.